Həmişə ən güclü notebook yalnız və yalnız rəqiblərdədir deyənlər bir dəqiqəlik ekrana yaxınlaşın. Microsoft elə bir canavar təqdim etdi ki, oyun qaydaları tamamilə dəyişir. Qarşınızda şirkət tarixinin ən güclüsü Surface Laptop Ultra. Təsəvvür edin, RTX 5070 səviyyəsində qrafika verən yeni Nvidia ARM çipi, düz 128 GB RAM və 20 nüvəli prosesor. Bütün bunlar 2 kiloqramdan yüngül, bütün gün zaryadka saxlayan və 2000 nit parlaqlığı olan 15 düymlük mini LED ekrana sığıb. Üstəlik, HDMI-dan tutmuş SD kart yuvasına qədər bütün lazımi portlar üstündədir. DaVinci-də ağır kadrları render etmək və ya qrafika yığmaq artıq su içmək kimi olacaq. Payızda satışa çıxacaq bu notebookun qiyməti hələ sirdir, amma ortalığı qatacağı dəqiqdir. Bəs sizcə, bu canavar bazarda liderliyi ələ ala bilər? Fikirlərinizi şərhlərdə yazın və kanala abunə olun.